kez salam dostlar. Bugün ben Pakov 456 ve bugün biz necə maşın satmaq, pul qazanmaq olar. Yəni bunu adi oyuncular bilir. Amma yenə təzə oyuncular yüklənənlər necə qazanmaq olar. Bir də coin deyə bilərəm necə qazanmaq. O birisi videoma keçə bilərsiniz. İndi biz başlayırıq. Başlaya basırsınız. Çevrilmiş oyuna basırsınız. Sonra Azərbaycan və gözləyirsiniz qoy xəritə açılsın. Şehri koşursunuz, başlayırsınız oyuna. Aha, biraz tezləşdirdim. Bakın. İndi isə bura gedirik. Yəni bu ancaq online modda olur. Belə internetsiz olmur da belə. Biraz donur. Biraz gözlüyüm belirleyək. Aha. Bakın indidən satırlar, bakın. 500 minə qaliba girir. 800 minə deyə, amma 500 minə satırlar. İndi bunu məsələn qoyursunuz ki 1 milyona. Ya da 1,4. Siz qoydunuz və qalırsınız belə. Şöyle. Şimdi gözlüyoruz. Bunların adı gözlüyoruz. Bir tane qardaş maraqlandı. Ayda ne oldu buna? Yok. Belə gözləyirik. Beləliklə ən asan pul qazanmaq. Bu maşını da mən birinci nöqtədə aldım. Yığdırdım, onu aldılar. Belə maşın ala qaliba yerdən 800 minə alırdım. 1 milyona satırdım. 1 milyon alırdım. 1 milyon 200 tamamda satırdım. İndi isə bu BMW-ni almışam. Sonra da Mercedes alaram. Beləsə adam pul qazana bilir. Bugünlük bu kadar dostlar. Eğer deyirsiniz niye satılmır? Yani buradan böyle promo satılmır. Çünkü adamlar varlı kasıtlı olabilir. Sizden 1-2 saat belki en çoxu 2 saat gözləyirsiniz. En azı isə 10 dəqiqə ala bilərlər. Mən məsələn deyirəm də 10 dəqiqə. Bəlkə aldılar. Məni 10 dəqiqəyə alırlar, 20 dəqiqəyə alırlar. Belə gözləyirəm alırlar. İndi Assetdə oynayanlar var. Axşam girin alırlar. Gözlüyüm bir nəfər maraqlandı. Mindi maşına. Bugünlük bu qədər. Sağ olun dostlar baxdığınız üçün. Təzələr üçün belə videolar çıxır. Əgər necə qazanmaq deyim sizə necə qazanmaq olar, onda o birisi videomu keçin. Sağ olun.